Salam xanımlar, kanalımıza və yeni videomuza xoş gəldiniz. Bu videoda sizinlə fərqli üsulda feyxoa mürəbbəsini necə hazırladım, onun reseptini bölüşəcəm. İndi isə keçək hazırlanma qaydasına. 1 kiloqram feyxoanı yuyub bu formada təmizləyib, gördüyünüz formada qabığını soyuram. Qabığını soyub təmizlədikdən soyuq suya əlavə edirəm. Gördüyünüz kimi bütün feyxoaları təmizləyib soyuq suya əlavə edib şərbətini hazırlayana kimi burada gözlədirəm. Mürəbbəni hazırlayacağımız qaba 1 kiloqram şəkər tozu və su əlavə edib şəkər tozu əriyənə kimi qazın üzərində cürxotda qaynadıram. Burada mən yarım stəkan su əlavə etdim. Sonradan isə az olduğuna görə yarım stəkan daha su əlavə edərək ümumilikdə 1 stəkan su əlavə edib bu formada qarışdıra şəkər tozunu biraz əridirik. Şəkər tozumuz biraz qaynadıqda dərhal feyxoalarımızı bura əlavə edirik və yüngül formada qarışdırırıq. Tez-tez qarışdırmırıq ki, feyxoalarımız əzilməsin, bütöv formada qalsın. Mürəbbəmiz qaynara düşdükdə bu formada cürxotda 5 dəqiqə qaynadırıq. Tam 5 dəqiqə qaynatdıqdan sonra qazın altını söndürüb mürəbbəmiz iliq formaya gələnə qədər gözlədirik. İliq formaya gəldikdən sonra yenidən qazın altını yandırıb cürxotda mürəbbəmizi qaynadırıq. Bu formada köpüşkənlər əmələ gələcək, bunu qaşıqla yığmaq lazımdır. Və artıq mürəbbəmiz hazırdır. Bu formada hazır olmağını yoxlaya bilərsiniz. Salfetin üzərinə mürəbbənin suyundan biraz əlavə edin. Əgər salfetə hopmursa, deməli mürəbbəmiz hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Hələlik.